Yengə çox yaxşı adətdir. Bizim rayon və kəndlərimizdə yengə mütləq şəkildə lazımdır. Gəlinin vizit kartıdır yengə. Bəziləri deyir ki, yox, mən qəbul edə bilmərəm yengəni. Niyə? Yengə həqiqətən sübutdur gəlin üçün. Sabah heç kəs onun ucundan tutub gəlinə qara ləkə yaxmaz. Yaxmaq istəsə də oğlan özünü pis vəziyyətdə çıxardacaq ki, sən necə qəbul elədin, yaxşı. Bir tərəfdən biz həyat yoldaşımız haqqımızda danışarkən, uşaqlarımız haqqımızda danışarkən biz üzr istəyirik. Digər tərəfdən isə biz üçüncü şəxsə icazə veririk ki, intim münasibətimizi izləsin, yengəlik eləsin, sonra kiməsə bununla bağlı informasiya versin. Bir çox məsələlərdə özünü qapalı görən bir cəmiyyət sırf bu məsələdə açıq olmağa hazırdır. Bir cəmiyyət, bir fərd, bir dogmaya, bir ideyaya 100% radikal, doğru kimi inanırsa, o özünə yalan danışmağa başlayır. Onu manipulyasiya etmək çox rahatdır. Biz hələ də orta əsrlərin düşüncələri ilə həyatımızı yaşamaq istəyirik. Bunu çox romantikləşdirirlər. Nədir, mentalitet anlayışı bizim üçün ideal həyat deməkdir və onu sorğulamaq bizim egomuza çox qorxulu gəlir. İndiyənə kimi həyatımı bu doğrularla qurmuşam. Və əgər mən bunu sorğulasam, indiyənə kimi yaşadığım həyatı çox mənasız hesab edəcəm. Mənasızlıq hissindən doğan bu qorxu bizə icazə vermir ki, bizi idarə edən bu dogmaları biz sorğulayaq. Qadın bədəni hər zaman kontrol altında olmalıdır. Bu kontrol o qədər güclü olmalıdır ki, ən intim hesab olunan bir prosesdə belə həmin o ağsaqqala çatmalıdır. Həmin o əsas qərar verici şəxslərə çatmalıdır. Və biz bunu qəbul edirik. Niyə? Çünki biz həmin icmadan, ailədən, rədd olunmaqdan, təcrid olunmaqdan qorxuruq. Və bu adət-ənənənin olması bu qadının həyatına, bu cütlüyün həyatına edə biləcəyimiz ən böyük bir təhqirdir. Qadın bədənini və psixikasını kontrol altında saxlayan istənilən ideologiyalar, istənilən insanlar və fərdlər bütün cəmiyyəti daha rahat şəkildə idarə edirlər.